Salam əziz izləyicilərim. Uzun zaman oldu sizə video paylaşmırdım. Bugün düşbərə xəmiri hazırladım. Xəmirimə un, su, duz əlavə elədim, yoğurdum və belə kündələrə ayırdım. Sonra gözəlcə yaydım xəmirimi. İçərisinə ət, soğan, keşniş, biber tozu, istiyot tozu koydum. Ve burada gördüğünüz gibi düşbərələrimi bükürəm. Ama bu düşbərələr sulu olmayacaq. Kızardılmış şekilde pişirəcəm. Gördüğünüz gibi belə kəsmişəm. Xəmiri içərisinə qoymuşam. Və gözəlcə künclərini birləşdirirəm. Bükürəm. Büktüm və bu şəkildə hazır. Düşbərələrimizi büktük. Hazır. İndi isə tavada qızardacaq. Tavada yağımı tökdüm. Tava gözəlcə qızıb. İndi isə düşbərələrimi içərisinə tökəcəm, qızarsın. Düşbərələri tavaya tökdüm. Yağın içərisində gözəlcə qızarır. Gördüğünüz kimi düşbərələrimizi çox gözəl tavada qızartdıq. Çox gözəl nar kimi qızarıb. Hazır. Yeni açıram yeniden. Gördüğünüz gibi özüm xəmirimi açtım. Kestim. Küçük hissələrə ayırdım. Bunları hazırladım ve devam edirəm. Burada da ətim. Gördüğünüz gibi. Düşbərələrimi gözəlcə qızartdım. İnanın ki çox ləzzətli. Et, soğan içerisinde, istiyot, qara istiyot. Burada da kızarır. Biraz keşniş əlavə elədim. Çox azıcıq duz və sumaq. Xəmirim də normal xəmirdir. İçərisində yalnız duz, su var. İnanın ki çox ləzzətli, çox güzel və üzərinə indi hazır sarımsaq qatıq əlavə edəcəm və sizə göstərəcəm. Düşbərəmiz çox gözəl hazır. Qızardılmış düşbərə Azərbaycan mətbəxindən görürsünüz. Burada da sarımsaq qatıq hazırladım və üzərinə əlavə edəcəm. Çok güzel, lezzetli, kızardılmış düşbərəm. Herkese güzel ruzilər, bərəkətlər nəsib olsun, güzel yemekler nəsib olsun ve herkese nuş olsun deyirəm.